Bir sual var. Min illerdir düşünen insanın beynini terk etmeyen sual. Aristotel vermişti bu sualı. Sual sadedir. Bu kainatta her şey hərəkətdədirsə, bu hərəkət haradan başlayır? Ətrafımıza baxın. Külək əsir, yarpaq tərpənir, insan yeriyir, planetlər fırlanır, zərrəciklər titrəyir. Hər şey hərəkətdədir. Amma bunların heç biri öz-özünə başlamır. Küləyi nə yaradır? Havanın təzyiq fərqi. Havanın təzyiq fərqini nə yaradır? İstilik. İstiliyi nə yaradır? Günəş. Günəşi nə yaradır? Qravitasiya, qaz buludları, partlayış. Bəs onu? Hər cavab yeni bir sual doğurur. Hər səbəbin arxasında başqa bir səbəb var. Sanki bir güzgünün içindəsən. Önündə güzgü, arxanda güzgü, sonsuz bir əks-səda. Aristotel bunu gördü və dedi: hərəkətdə olan hər bir şey başqa bir şey tərəfindən hərəkətə gətirilir. Cümlə sadədir, amma içindəki güc tükənməzdir. Heç bir şey özü-özünü hərəkətə gətirmir. Daş özü-özünə qalxmır. Su özü-özünə qaynamır. İnsan öz-özünü varlığa gəlmir. Hər şeyin bir səbəbi var. Hər səbəbin də başqa bir səbəbi. İndi burada dayanan çox adam deyər: yaxşı, o səbəbin də bir səbəbi var. Onun da. Bu beləcə sonsuzluğa gedir. Nə var ki burada? Amma bir dəqiqə. Düşün, əgər bu zəncirin əvvəli yoxdursa, yəni hər şeyin arxasında başqa bir şey varsa, sonsuzca, onda bu zəncir heç vaxt başlamamışdır. Amma başlamamış bir zəncir davam edə bilməz. Amma biz bu anda mövcuduq. Hərəkət var. Kainat var. Siz varsınız. Biz varıq. Deməli, sonsuz geriyə gedişin özü mümkün deyil. Bu o deməkdir ki, bu zəncirin başlanğıcında elə bir varlıq olmalıdır ki, özü hərəkətə ehtiyac duymasın. Özü səbəbə möhtac olmasın. Özü dəyişməsin. Amma eyni zamanda hər şeyin hərəkətinin qaynağı olsun. Aristotel buna bir ad verdi. İlk hərəkət verici. Yunanca proton kinoun akineton. Hərəkət etdirən, amma özü hərəkətsiz. Bu varlıq nə ola bilər? Maddi ola bilməz. Çünki hər maddi şey dəyişir, dağılır, parçalanır, başqalaşır. Dəyişən isə ilk ola bilməz. Zamana tabe ola bilməz. Məkana tabe ola bilməz. Çünki zaman və məkan özü bir hərəkətdir. İlk hərəkət verici zamandan əvvəldir. Hissələrdən ibarət ola bilməz. Çünki hissələrdən ibarət olan şey birləşdirilmişdir. Yəni, başqası tərəfindən yaradılmışdır. Aristotelin nəticəsi budur.
O varlık saf ağıldır, saf fəaliyyətdir, saf mövcudluqdur. Dəyişmir. Çünki dəyişmək naqisliyin əlamətidir. Hərəkət etmir. Çünki hərəkət ehtiyacın əlamətidir. Amma hər şey ona doğru yönəlir. Necə ki gözəl bir şey bizi özünə çəkir. İtələmədən, zorlamadan, sadəcə mövcudluğu ilə. Aristotel deyirdi, kainat ilk hərəkət vericiyə doğru məhəbbətlə hərəkət edir. Qayıdaq başlanğıca. Hərəkət varmı? Var. Hərəkətin səbəbi varmı? Var. Bu səbəblər sonsuzca geriyə gedə bilərmi? Əsla. Deməli, ilk səbəb varmı? Bəli, var. Bu mücərrəd bir düşüncə deyil. Bu, məntiqi bir məcburiyyətdir. Siz istəsəniz də, istəməsəniz də, inansanız da, inanmasanız da, hərəkət varsa, ilk hərəkət verici var. Bu, inancın meydana gəldiyi yer deyil. Bu, inkarın mümkünsüz olduğu yerdir.